Salam dostlar, mən Cəmşid, yenə də sizlənəm, sizin xidmətinizdəyik, necə deyirlər. Deməli, bugün istəyərdim ətraflı bir məlumat verəm, amma qısa bir vaxtda. Bir çox adam gəlir, dərhal deyir ki, bəs mən dağ velosiped istəyirəm və dərhal gəlib deyir ki, bəs mən road bike istəyirəm. Amma biz burada nə üçünük? Bizim işimiz burada daha çox maarifləndirmək ki, cəmaət alanda düzgün seçim eləyə bilsin və alandan sonra o gözləntisini ala bilsin, xəyal qırıqlığı yaşamasın, davam eləsin sürməyə. İndi gələk seçim yerinə. Bax, bir çox müştəri gələn kimi dükana ilk sualı olur ki, bəs sizdə dağ velosipedi var. Təbii ki, bizdə dağ velosipedi də var. Amma biz nə edirik? Yəni, dərhal cavabdan önəmli bizim üçün insan harda sürəcək, nə üçün istəyir ki, sonra seçimi səhv olmasın, xəyal qırıqlığı yaşamasın. Misal olsun, adam dağ velosipedi istəyir. Amma adam şəhərə gedib gəlir. Yəni, dağ velosipedi insana lazım deyil, düzdür. Ona nə lazımdır? Şəhər velosipedi lazımdır. Çünki şəhər velosipedilə dağ velosipedini fərqləndirən onun vilkasıdır, onun təkərləridir. Bizim həqiqətən işimiz satışdan daha çox bilgiləndirmək, məlumatlandırmaqdır. O baxımdan deyirik ki, yaxşı seçim eləyəsiz və xəyal qırıqlığı yaşamayasınız.